Salam dostlar, Mike efirdədir. Bugünkü verilişimizdə hər birimizin həyatında hiss elədiyimiz, amma bəlkə də daha çox dərindən düşünmədiyimiz bir mövzuya toxunacağıq. Bir vaxtlar ev qonaqlıqları həyatımızın ayrılmaz bir hissəsi idi. Ailələr bir araya toplaşardı, süfrələr qurulardı, maraqlı söhbətlər edilərdi. Amma bu adət get-gedə itir. Sizcə, doğrudan da ev qonaqlıqları öz formasını itirir, yoxsa sadəcə yeni bir formaya keçir? Biri var ev sahibi məsuliyyəti, biri də var əziz qonaq rahatlığı. Görəsən Mayqlar hansını üstün tutur? Gəlin onlardan soruşaq. Siz daha çox qonaq getməyi sevirsiniz, yoxsa qəbul etməyi? Mən qəbul etməyi daha çox sevirəm. Çünki qonaq gələndə daha mehribançılıq olur, evdə daha şadlıq olur, belə deyək. İndi qonaqlara çay verirlər, amma əslində su verilməlidir. Mənə elə gəlir. Əvvəldən elə olub, indi çaya çevrilib. Mən qonaq getməyi daha çox sevirəm. Çünki qonaq qəbul edəndə iş çox olur, qabları yumaq var. Yəni mağazaya düşürsən, ora-bura gedirsən, adam yorulur, vaxt olmur. Ona görə qonaq getmək daha yaxşıdır. Əslində heç birini. Amma belə qonaq getməyi xoşlayıram. Amma nəzər yetirsək ki, əvvəlki münasibətlər də qalmadığı üçün məncə heç biri. Əslində qohumlarımızı, qonşularımızı sevdiyim üçün istəyirəm ki, daha çox bizə qonaq gəlsinlər. Amma qonaq getmək də yaxşıdır, çünki hazır yeməyin üstünə gedirik, iş görmürük. Mən əslində sosial bir insanam, yəni hər ikisini xoşlayıram. Yəni əslində mən düşünürəm ki, həm getmək də lazımdır, gəlmək də lazımdır. Yəni insan sosial bir varlıqdır, həm də sosiallaşmalıdır. Yəni ona görə həm gedək, həm gələk, bir yerdə həmrəy olaq. Atalarımız demişkən güc birlikdədir. Əslində qonaq getməyi çox sevirəm, amma qəbul eləməyi də sevirəm, sadəcə yaxşı qonağı, qəşəng qonağı. Deyir, azacıq aşım, ağrımaz başım, heç biri gəlməsin. Çünki onsuz da 6 bazar adamı qalır, o da 6 bazar durduğu yerə qonaq gəlir, qarsın ki, Allah, bu nə vaxt gedəcək, nə vaxt gələcək. Yəni deyirsən ki, sağ olun, sağ olun. Şey də versən, yəni işarə versən ki, çıx get də, gedib çıxmaq bilmir. Ona görə nə olar? Hara qonaq gəlirsə, qabaqcadan deyin ki, onlara qonaq gəlim. Əgər cavab gəlmirsə, əl çəkin, də qonaq gəlməsin heç kəs. Mənim üçün fərqi yoxdur. Mən qonaqda gedə bilərəm, qonaq da qəbul edirəm. Mənim üçün əsas insanlardır, əsas gələn qonaqdır və getdiyim şəxslərdir. Yəni mənim üçün fərqi yoxdur. Elə belə də bilirdim. Mayqların çoxu elə mənim kimi qonaq getməyi sevir. İşim bitdiyinə görə mən də qonaq gedə bilərəm. Studiyamızın qonağı yazıcı, dramaturq, əməkdar incəsənət xadimi Əli Əmirlidir. Salam Əli müəllim, xoş gəlmisiniz. Bugün biz qonaqpərvərlikdən danışırıq ki, niyə insanlar indiki dövrdə az qonaq gedir və yaxud az qonaq qəbul edirlər. Axı biz qonaqpərvər millətik. Deyirlər ki, Azərbaycanlılar qonaqpərvərdir. Sizcə bu bizim xarakterimizdir, yoxsa illərlə formalaşan bir ənənə halını alıb? Bilirsiniz, Azərbaycanlılar doğrudan da qonaqpərvər xalqdır və bu qonaqlar tək o qonşular, qohumlarla bağlı deyil. Ümumiyyətlə Azərbaycan bütün başqa millətlərə də həmişə çox tolerant yanaşıb, çox isti yanaşıb, mehriban yanaşıb. Bəzən hətta özünkülərdən daha çox o xarici millətlər ki, kimlər ki, öz milləti deyil, amma onunla bir ölkədə yaşayır, bir küçədə yaşayır, bir şəhərdə həmişə onlara çox mehriban münasibət olub, isti münasibət olub. Qonaqpərvərliyə gələndə isə əlbəttə ki, qonaqpərvərlik daha çox insanların bir-birinə münasibətidir və bu münasibət əvvəlindən başlayaraq insanlar bir-birinə harda görüşürdülər? Evlərdə, ailələrdə bir-birinə qonaq gedirdilər. Hətta qohumlar da bir-birinə qonaq gedir, yadlar da bir-birinə qonaq gedir, dostsa. Amma zaman dəyişib, deməli, elə şərait yaranıb ki, insanlar əmələ bu yeni texnoloji yeniliklər, bu telefonlar, internet, nələr, WhatsApp, bütün bunlar insanları bir-birinə daima görüşdürür. Ona görə bir-birinin evinə getməyə bəzən o qədər ehtiyac qalmır. Yəni, həyat şəraiti dəyişir, ona uyğun olaraq insanların xarakteri də dəyişir. Mən indi bu saatlar adamlar görüşəndə təbii ki, kafelərdə görüşürlər, hansısa bir restoranlarda görüşürlər və hətta bu ailəliklə də bir yerdə yığışıb belə görüşürlər. Amma evlərə bir-birinin gedib gəlmək məsələsi bir qədər elə bil ki, arxa plana keçib. Və bu da çox təbiidir. Şərait belədir, həyat belədir. Mən hesab edirəm ki, hətta bunun özündə yaxşı bir şey var ki, insanlar niyə bir-birinə əziyyət verib evinə qonaq getməli, qonaq çağırmalı, xörək bişirməli, nə bilim, nələr eləməlidir. Bunu ki, bir restoranda eləmək olar, bir kafedə eləmək olarsa, heç olmasa ən uzağı, kafelərdə, demirəm ki, restoranlarda bəlkə biraz baha olur,
yığışmaq, amma kafelərdə görüşmək olur və həyatın inkişafı, insanların dəyişməsi, həmin bunlar istər-istəməz o artıq evdəki qonaqpərvərlik bir qədər unudulur, yaddan çıxır. Ümumiyyətlə siz kafe və restoranlar dediniz. Bu qonaqpərvərliyin zəifləməsinə gətirib çıxartmır. Yox, mən deməzdim zəifləməyə gətirib çıxardıbdı. Sadəcə o keçmiş xatirələrlə yaşayan insanlar, məsələn, mən yaşda adamlar daha çox düşünürlər ki, keçmişdə tamam başqa cür idi. İstər-istəməz onun gəncliyi o dövrə düşüb, ona görə o xatirələr daha şirindir, əzizdir. Amma mən hesab edirəm ki, zaman keçdikcə zamana uyğun insanlar hərəkət eləyir. Bu artıq səndən asılı deyil, məndən asılı deyil. Ona görə hətta bir-birinin evinə qonaq gedəndə və ya getmək istəyəndə əvvəlcə bir zəng eləyirsən ki, gəlmək olarmı sizə, filan vaxt görüşə bilərikmi? Əgər belə olursa, razılıq alırsa görüşürlər. Çünki adamlar bu günləri daha çox məşğuldular və bir neçə saat evdə adam qəbul eləmək, qonaq qəbul eləmək, qohum qəbul eləmək o qədər də uyğun gəlmir. Ona görə hesab eləyirəm ki, bu insanların bir-birinə münasibəti və yaxud bayaq dediyimiz qonaqpərvərlik xislətini və ya keyfiyyətini qətiyyən azaltmır. Həm də elə şeylər var ki, bizim onlara əlimiz çatmayanda o bizim üçün daha müqəddəs olur da, daha maraqlı olur. Sizə bu Bəs mən ona görə dedim ki, xatirələr ki var, o xatirələr ki, məsələn, təsəvvür eləyin, siz bunu heç bəlkə də eşitməmisiniz ki, toylar evlərdə olurdu. Bakı şəhərində, evlərdə bir evin içində, bir otaqda toy keçirilirdi, məclisləri keçirilirdi. Bu sonradan hardasa 60-cı illərdən sonra, 70-ci illərdən hətta sonra yavaş-yavaş toyxanalar oldu. Toyxanalardan qabaq restoranlarda toy eləyirdilər, yığıncaqlar eləyirdilər. Ona görə mən hesab edirəm ki, zamanın dəyişməyinə uyğun insanlar da dəyişir. Və o zamanı dəyişən də insanların özüdür. Həyat şəraitidir, həyat keyfiyyətidir və adamların bir-birinə olan o ehtiyacıdır ki, onu ən müxtəlif formada ödəmək mümkündür. Ona görə o qonaqpərvərlik, mən hesab edirəm, Azərbaycanlılarda bu qətiyyən azalmır. Amma yenə də deyirəm ki, bugün kişilər də işləyir, qadınlar da işləyirlər. İş şəraiti olanda insan gəlirsə öz evinə axşam dincəlməyə və yaxud sabahki günə hazırlaşmağa, burada kənar adamların, qohum da olsa, sevimli adamlar da olsa, qəbulu o qədər də məqsədə uyğun olmur. Çünki bu maneçilik törədir. İnsanlar bir-birinə mane olmamaq üçün ən müxtəlif yerlərdə görüşə bilərlər və yenə də deyirəm ki, forma dəyişir, məzmun dəyişmir əslində. elə insanlar var ki, bəzən görüşməyə, bu qonaq qarşılamağa məcbur qalırlar. İnsan istəməyəndə necə qonaq qəbul edə bilər? Bilirsiniz, burada bir mərifət məsələsi var, bir mədəniyyət məsələsi var, insana hörmət məsələsi var. Hətta sənə çətindirsə qonaq qəbul eləmək, ya buna vaxtın yoxdursa, amma yenə deyirəm, o insan münasibətləri ki qalır, o münasibətləri saxlamaq və təbii ki, o sənə lazım olan adamları evində görmək heç də pis deyil. Amma yenə deyirəm ki, bütün bunları zamana uyğun, zamanın tələbləri var, artıq o bizdən asılı deyil. Və hesab edirəm ki, normal bir münasibətdir. Yəni, hətta o keçmişin adətlərinə vərdiş eləmiş yaşlı adamlar da bu günləri artıq bu zamana uyğunlaşırlar. Və hesab edirlər ki, bu daha uyğundur, daha asandır, daha yaxşıdır. Aydın məsələdir ki, burada bir maddi vəziyyət məsələsi də var ki, kim bunu eləyə bilir kənarda ya yox. Amma məcbur olanda artıq sənin maddi imkan verməyəndə bir çay süfrəsi arxasında hansısa dostu, qonağı qəbul eləməyə məcbursan və eləyirsən və deməzdim ki, bu pisdir. Bunun özü də yaxşı bir keyfiyyətdir. Amma yenə də zaman çox şeyləri tələb eləyir. Ailə, bütün bunların əsasında ailə dayanır ki, ailə isə elə bil ki, bir dövlətin kiçik bir formatıdır. Yəni, burada ailə başçısı var, ailənin bütövlük məsələsi var. Mənim son dövrlərdə yazdığım bir pyesdə elə olub ki, 20 il öz ailəsindən ayrı düşüb, amma sonra onlar barışırlar, görüşürlər və bax bu yerdə o deyir ki, mən özümü kənarda həmişə yarımçıq hiss eləyirdim. Baxmayaraq ki, həyatım normal idi, yaşayırdım, normal bir vəziyyətdə idim, amma bütöv deyildim. Natamamlıq hissi. Natamamlıq var. Həmin o bütövlük isə ailə içərisində baş verir. Həmin bu ailə əgər bir ər-arvad münasibətidirsə, mən dediyim həmin o bütövlük, amma bu qohumlar arasında da o münasibətlərin formalaşması, yaranması bir ailə bütövlüyü. Axı, ailə tək 3-4 adamdan ibarət deyil. Yaxın qohumlar var, bacı var, qardaş var, onların da ailələri var. Və bütün bunların bir tamlığı çox vacibdir ki, həmin tamlığı şübhəsiz ki, evdə qorumaq maraqlıdır və hardasa daha istidir.
Yəni sən ərk eləyirsən ki, bu ailəyə gələ bilərsən. Bu evdə sən ola bilərsən və səni çox mehribanlıqla qarşılayacaqlar. Səni qiymətləndirən adamlar var burada. Və belə vəziyyətdə əlbəttə ki, bir qədər fərdi yanaşmaq lazımdır bu məsələyə. Əli müəllim, Ümumiləşdirmək yox. Aha. Əli müəllim, siz yazdığınız pyesdən misal gətirdiniz. Bəs yazısı gözü ilə baxanda qonaqpərvərlik bizim milli kimliyimizin hansı hissəsini təşkil edir? Ailə dəyərlərindən də danışdıq. Bilirsiniz, təbii ki, o milli keyfiyyətlər məsələsi var. İndi gəlin belə deyək də, biz əgər xarici ölkələrin, kifayət qədər bizdən fərqli olan ölkələrin, biz baxsaq onların toy məclisi eləyirlərsə, orada 15-20 nəfərdən çox adam olmur. Yaxın. Çox yaxın adamlar, ən yaxın adamlar yığılır. Bizdə bilirsiniz ki, bu bir qədər fərqlidir. Biz 10 dəfə artıq, o saydan dediyimdən artıq adamları dəvət edirik məclisə. İndi bu da bir adətdir və bunun mənfi və müsbət cəhətləri var, amma mən həmişə çalışıram müsbət cəhətlərini görüm. Yəni, daha təmtəraqlı, daha geniş məclislər qurmaq. Ona görə o qohumlar arasında dediyim kimi o münasibətlərin hardasa soyuq olması, zəifləməsi, bunlar ilk baxışda belədir. Yəni, insani münasibətlərdən asılıdır hər şey. O insanların bir-birinə münasibətindən asılıdır. Əlbəttə ki, yaradıcılıq məsələsində tutalım, Çexovun əsərlərində bütün mübahisələr, hadisələr məhz süfrə arxasında baş verir. Bu süfrə dəxli yoxdur kimin evindədir. Amma qəhrəmanın, əsas o olan qəhrəmanlar, əsərin qəhrəmanları yığışılır süfrə başında ən böyük mübahisələr və yaxud da əsərin o dramatik konflikti orada baş verir. Və orada insanların bir-birinə münasibəti, personajların bir-birinə münasibəti. Ona görə ailə əsərləri var ki, məsələn, mənim Xoşbaxt Gün adlı bir pyesim var. Həmin pyesdə ailə bir yerə yığışırlar. Müəyyən bir problem var. O problemi həll eləmək lazımdır. Bax, bu problemin həll olunması məhz süfrə arxasında baş verir. Axı, qonaq gəliblər, çağırıblar, babanı, nənəni çağırıblar ki, gəl bizim ailədə bir problem var, onu həll eləyək. Sənin babanın nüfuzu, nənənin nüfuzu burada kömək eləyə bilər. Bax, həmin o süfrə arxasında, o ailə görüşü əsasında ən dramatik məqamlar baş verir və hətta məsələ gəlib biraz da dramatikləşdirib faciə ilə bitir. Yəni, bax, bunlar yenə deyirəm ki, həmin o süfrə arxasında olmaq, qonaq getmək bir-birinə, bunlar elə-belə bir şey deyil. Bu, insanların bir-birinə ehtiyacından doğan bir şeydir. Və yenə dediyim kimi, bir əsər daxilində, xüsusilə dramatik əsərlərdə, o əsərlər ki, səhnə üçün yazılıb, bilirsiniz ki, bu 2 saatın, 2 saat yarımın içində hadisələr baş verir. Bir romanın hadisəsini sən sığışdırırsan bu 2 saatın içərisinə. Bəzən olur ki, səhnə vaxtı ilə, teatr vaxtı ilə real vaxt arasında fərq olmur. Yəni, 2 saat içərisində hadisələr baş verir. Bax, bu mənada əlbəttə ki, o dediyim kimi münasibətlər çox vacib bir şeydir. Ailə münasibətləri, insan münasibətləri ən müxtəlif formada və bayaq dediyimiz kimi qonaqpərvərlik dediyimiz o məqamda ev daxilində, ailə daxilində, bir ailə daxilində bunu həll eləmək və yaxud göstərmək mümkündür. Qonaq getmək nə deməkdir qonaqpərvərlik? İnsanın insana ehtiyacı var. Bir mənəvi ehtiyac var. Tək yemək məsələsi deyil, çay içmək deyil, içmək deyil. Mənəvi ehtiyac var. Həmin o mənəvi ehtiyac insanları görüşdürürdü. Lap əvvəllər dediyim kimi. İndi bu saatları mənim mənəvi səninlə söhbət eləməyə ehtiyacım varsa, WhatsApp-ı sən də açırsan, mənim qızım da açır, mən də açıram. Biz birimizlə söhbət edirik, üzümüzü görə-görə, onun ev şəraitini görə-görə. Məsələn, mənim nəvəm İngiltərədə oxuyur, o yaşadığı yeri, otağını mənə göstərir, telefonla göstərir, WhatsApp-la göstərir. Mən hər şeyi görürəm. Tam arxayın oluram ki, hansı şəraitdə yaşayır, necə yaşayır. Yəni, zaman tələb eləyir ki, insanların bir-birinə görüşməsi üçün tək onların bir ev içərisində yığışması vacib deyil. Ən müxtəlif formalar var, ən müxtəlif vasitələr var. Bu vasitələrdən sonra istər-istəməz biz həyatımızın gelişini zamana uyğunlaşdırmağa məcburuq. Hansı millətdən olursan ol, hansı xalqdan olursan ol, mütləq buna doğru gəlib çatırsan. Həyatın inkişafının qabağını almaq mümkün deyil. Bu inkişaf bəzən müsbət ola bilər, bəzən mənfiyə doğru apara bilər. Amma istənilən halda o inkişafdır. Deməli, dəyişmələr var, yeniləşmələr var və ailələr də, müasir ailələr buna uyğun hərəkət eləyirlər. Əli müəllim, qonaq gəldiyinizə görə çox sağ olun, maraqlı həmsöhbət oldu. Təşəkkür edirəm, uğurlar arzulayıram sizə. Çox sağ olun. Studiyamızın qonağı psixoloq Ezgi Şahindir. Xoş gəlmisiniz Ezgi xanım. Xoş gördük, salamlar.
Biz bu gün qonaqlıq mədəniyyətindən danışırıq. Millət olaraq qonaqpərvər millətik. Qonaq getməyi sevirik, qonaq qəbul etməyi də sevirik. Amma son dövrlər müşahidələrimizə görə insanlar daha az qonaq gedir. Bəs niyə insanlar ev qonaqlıqlarından uzaqlaşırlar? Bəli, ilk öncə bunu deyə bilərəm ki, mən də çox sevirəm qonaq getməyi. Amma qonaq qəbul etmə bu vəziyyəti danışım. Əvvəllər niyə belə idi? Çünki ev qadını bu necə desəm, daha çox idi ev qadınları. Amma indiki dövrdə bir çox qadın işləyir və keçinmə şəraiti, o biraz gərginlik var. Həmçinin insanlar işlədiklərinə görə evə qonaq qəbul etmə də daha çətin olur. Buna görə də daha az olmağının səbəbi buna bağlayıram mən əsas psixoloq olaraq. Görürəm ki, ancaq bir qaçış rejimindədirlər elə bil ki, insanlar. İşdən çıxıram, evə gedim, özümüzə yemək hazırlayım. Qonaq qəbul edim düşüncəsi sanki ev xanımlarına daha hasant gəlir deyə düşünürəm. Əlavə vaxt imkanları olmur. Bəli, əlavə. Mən şəxsən işləyirəm və əlavə vaxtım olmur ki, mən qonaq qəbul edim. Çünki ondan sonraki situasiyada var, axı təmizləmə, ondan sonra yığışdırma biraz daha çətinləşib sanki. Bəs qonaq getmək necə? Qonaq getməyə vaxt qalır, çünki hər şey hazır olur və sən gedib hazıra nazır olursan. Ona görə də daha hasant kimi gəlir. Çünki ondan sonra sən təmizlənmirsən, sən yığışdırmırsan. Yenə deyirəm, mən şu an məsələn fikirləşirəm, qonaq getdiyim evləri fikirləşirəm. Ev xanımlarıdır, yəni bizim ətrafımızda. Amma işləyən insan həftənin bir gün evdə olur, o bir günü çağırmalıdır deyə düşünürəm. O da çox çətindir. Ev işləri zaten tökülüb qalır, belə deyim. Amma siz xanımlar tərəfdən danışdınız. Bəs bəy tərəfindən buna yanaşsaq necə? Məncə bəylər sevir qonaq getməyi, yeyib içməyi. Əsasən də Azərbaycan kişisi o vəziyyəti sevir məncə. Ona görə də mən belə düşünürəm ki, öz adımla deyim və gözləmlədiyim qədərilə bir psixoloq olaraq deyim ki, kişilər çox sevirlər qonaq getməyi. Bəs bu gün tez-tez mənim məkanım ifadəsini eşidirik. Bu ifadə, deyiş tərzi qonaq getməyə necə təsir göstərir? Əslində çox gözəl vurğuladınız. Mən bu mövzuda böyük bir çıxış eləyə bilərəm. Mənim məkanım. Əvvəl bunu xanımlarımız sanki demirdilər. Mənim sərhədlərim var, mənim məkanım var. Sən o sərhədlərə daxil ola bilmərsən. Amma indi xanımlar bunu deyirlər. Hətta böyüklərimizə belə bəzən deyirlər ki, yox, bu mənim sərhəddimdir, sən bura daxil ola bilmərsən, gələ bilmərsən falan. Əslində bu bir nevi yaxşı bir şeydir. Çünki qarşı tərəf o sərhəddi keçə bilməyəcəyini bilir. Amma məsələn görürsüz də qonaqlar gəlir, biz xanımlar çox üz-üzə qalırıq belə situasiya ilə, belə vəziyyətlə. Gəlirlər qonaqlar, deyirlər bura belə bir yaxşı olmuyor. Bu heç qəşəng deyil, mənim pərdəm daha qəşəngdir. Sizin keyfiniz pozulur və hardasa bir 5 gün bu belə gedir. Ona görə də düşünürəm ki, sərhəd bir tərəfdən yaxşı şeydir. Ezgi xanım, nə qədər fərqli insan varsa, o qədər fərqli fikirlər, yəni insanlar müxtəlifdir, fikirlər də müxtəlifdir. Elə insan var ki, qonaq qəbul etməyi sevmir. Bunun psixoloji bir faktoru var, əsası var. Ola bilər ki, ona mənfi rəy gəlməsin deyə ya da sosiallaşmağı çox sevmədiyi üçün ola bilər. Amma mən belə düşünürəm ki, mənfi rəydən də qorxmuş ola bilər. Həqiqətən insanlar istəsə də, istəməsə də mənfi rəy çox verirlər, göstərirlər, deyirlər. Bizdə mən şəxsən öz adıma deyim ki, mənfi rəy indiki dövrdə zaten həyatımız qaça-qaçdı. İş, rejimlə artıq işləyir hamı, daha sərt rejimlə işləyənlər də var və tıxaclar var, gediş-gəliş var. Ondan sonra kiminsə gəlib sənə mənfi rəy verməsi, o tamamilə düşünürəm ki, insanı stresə salan faktordur. Bütün əhvalını dəyişir. Bəli. Bəs bu fikrə əks fikir desək necə? İnsanlar var ki, qonaq getməyi də sevir, qonaq qəbul etməyi də sevir, ümumiyyətlə qonaqlığı sevir. Bəs bunu necə qiymətləndirə bilərik? Belə deyim, psixologiya elə bir sahədir ki, onun içərisində bir çox insanın düşüncəsi var. Yəni bir növdən danışa bilmərik. Amma qonaq getməyi də, gəlməyi də sevən insanlar çox-çox sosial insanlardır və bu gözəl bir şeydir. Demək ki, çox sevir dialoq qurmağı, nəsə müzakirə aparmağı. Bu gözəl bir şeydir əslində və bəli, belə insanlar var. İnsanlar var ki, ətrafımda da belə bir fikirlər eşitmişəm ki, ona görə insanlarla görüşmür, qonaq getməyi sevmir, qonaq qəbul etməyi sevmir ki, deyir ki, mənim söhbət etməyə bir mövzum yoxdur. Bunun psixoloji əsasları varmı? Belə deyim, insanlar, yenə deyirəm, fərqlidirlər və mən düşünürəm ki, insanlar özünə uyğun insanlarla oturub durmalıdır. Yəni zaten qısıtlı bir zamanımız var. Məsələn, bir bazar günü
Əgər sənə xas olmayan, sənin dialoq qura bilməyəcəyin bir insandırsa, onda onunla oturub nə müzakirə apara bilərsən ki? Zaten status olaraq belə eyni deyilsinizsə məsələn. Və təbii ki də sıxıcıdır. Niyə də belə olsun? Müzakirə etməyə bir mövzuları olmadığını. Yəni danışmağa bir mövzu tapa bilməzlər və o ortam ən 20 dəqiqə ola bilər də o vəziyyətdə qala bilərlər. Bir yarım saat. Sonra zaten dağılacaqlar. Bəs bilmirəm. Bu məsafə saxlamaq üçündür, yoxsa öz rahatlığını qorumaq üçündür? Gənclər daha çox kafe və restoranlarda görüşməyə üstünlük verirlər. Niyə? Daha rahatdır, daha yaxşıdır. Çünki necə yaxşıdır? Bəli, mən əvvəlki düşüncə ilə düşünsəm, evə qonaq gəlməsi, getməsi çox qəşəngdir. Amma yenə deyirəm, indiki dövrün tələbatlarına uyğun olaraq kafe, restoranlarda sənin görəcəyin işi görənlər var zaten. Sənin gətirəcəyin yeməyi gətirənlər var. Və belə düşünürsən ki, örnək verirəm, bir yaxın yoldaşımla görüşəcəm, iş yoldaşımla görüşəcəm. Onda kafe restoranda görüşüm ki, ən azından həm danışacağım mövzu daha çox olar, həm də ki, o işləri mən görməmiş olaram, daha rahat olar deyə düşünürük. Məncə indiki xanımlar və bəylər daha rahat düşünürlər. Daha rahat necə edə bilərəm? Həm də zaman itirməməyə görə üstünlük verirlər. Bəli. Bəs Ezgi xanım, yaxşı qonaq olmaq anlayışı nədir? Yaxşı qonaq olmaq anlayışı o evin əhatəsində suallar, yəni mənfi suallar verməmək. Ona xas olmayan, onun verməyəcəyi sualları, verməyəcəyi rəyi özünə borc bilib o rəylərdən istifadə etməmək. Yəni səni qonaq çağırıblar, sən daha pozitiv yanaşa bilərsən, deyib gülə bilərsən, dialoq qura bilərsən, amma sən qarşıdakının psixologiyasını düşünməyərək ona mənfi rəy verirsənsə, onun bir sonraki etapda səni çağırma olasılığı çox azdır. Yəni ki, bu heç yaxşı olmayıb. Bu nə yeməkdir? Heç dadlı deyil, məsələn. İnsan necə keyfi pozular? Halbuki sən onu sevərək düzəltmirsən. Çox yaxşı bir hava ilə düzəltmirsən, amma qarşıdakı belə bir rəy verir. Sonrasında siz onu geri çağırarsınız. Ezgi xanım, həm ev sahibi olaraq, həm də qonaq olaraq münasibətləri qorumaq üçün 3 əsas psixoloji tövsiyəniz nə ola bilər? İlkin olaraq, nə qədər gərgin mühitdə işləsək də, nə qədər həftə içi gərgin olsaq da və yaxud bəzi şeyləri etmə hədəflərimiz olsa da, qonaq getmək və gəlmək xalqımızda xas olan bir şeydir və bunu etməyə çalışaq. Mən özüm də şəxsən bunu çalışıram ki, edim. Və bundan başqa da insan sosial bir varlıqdır. Mən düşünürəm ki, hamı bu sosiallığı qorumalıdır. Çünki əgər sosiallıqdan çıxsaq, psixoloji problemlər yaranır. İnsan dialoq qurmasa necə ola bilər? Əlbəttə ki, depressiyaya girə bilər. Ona görə bu da önəmlidir. İkinci. Üçüncü isə qonaq gəlmək və ya getmək tabii ki, hamının öz qərarı var. Amma nə deyə bilərik? Bunu stabil şəkildə qorumaq lazımdır. İstəyir qonaq getmək, istəyir qonaq gəlmək. Heç olmasa həftədə bir dəfə. Bəs sonda siz qonaq getməyi sevirsiniz, yoxsa qonaq qəbul eləməyi? Bəli, bu çox yaxşı bir sualdır. Mən qonaq getməyi çox sevirəm. Amma qonaq qəbul etmə yalan deyə bilməyəcəm. Deyəsən sevmirəm. Gəldiyinizə görə çox sağ olun. Maraqlı söhbət oldu. Təşəkkür edirəm. Siz sağ olun. Beləliklə, bugün niyə insanlar daha az qonaq gedir sualına müxtəlif prizmadan baxmağa çalışdıq. Gördük ki, dəyişən təkcə ənənələr deyil, həm də həyat tərzimizdir. Ünsiyyət formalarımız və zaman anlayışımızdır. Siz də bu mövzu ilə bağlı öz fikirlərinizi sosial şəbəkə hesablarımızdan bizimlə bölüşə bilərsiniz. Bizdən bugünlük bu qədər. Sağ olun, salamat qalın.